Avtobusa minmək üstündə mübarizə aparır, hətta mübahisə edirlər. Sərnişinlər avtobusda özlərinə yer tapmaq üstündə söz davasına çıxırlar. Görüntüləri metronun Memar Əcəmi stansiyasının yaxınlığında 525 saylı marşrut avtobusunun sərnişinləri qeydə alıblar. Xəzər xəbərin WhatsApp qaynar xəttinə göndərilən görüntüdən də aydın olur ki, avtobusa minmək üçün sərnişinlərin uzun növbəsi yaranıb. Mütəmadi olaraq bu marşrut xəttindəki avtobuslardan istifadə edən sərnişinlər pik saatlarda belə vəziyyətlə qarşılaşdıqlarını bildirirlər. Ərazidə dayanacaq pavilyonunun olmaması narahatlığı daha da artırır. 60 qəpik eləyib, mən yəni rahatçılığa görə eləyiblər də. Mən heç o maaşı almıram, ancaq buradan zülmlə gedirəm. Ağlayıram mən, axşam gələndə mən evə necə gedəcəm onu düşünürəm. Bu buranın astanovkası, bir dənə astanovka yoxdur. Yəni dayanırıq burada yağışda, qarda, burada dayanırıq. Nə rahat minə bilirik, nə rahat düşə bilirik, bir-birimizi itəliyirik. Adam xəcalət çəkir. Səhər tezdən 6-ya 15 dəqiqə qalmış minmişdim ki, bəlkə 8-ə institutda işləyirəm çatım. Ucu dolu idi. Sürücülər isə sıxlıqla bağlı məsələnin onlardan qaynaqlanmadığını bildirdilər. Suspektdən yeni nətər belə 5 dəqiqə, bu dəqiqə 6 dəqiqə, 7 dəqiqə ilə işləyirik. Axşam avarotlarında gələndə əndən bəri masazır dirənir, konkret olaraq bağlanır. Burada gəlirik Şamaxınka. Şamaxınkadan Tərlana sarı gedən tərəf bağlanır, yol təmiz dirənir. O nə qədər bazar, 20 yanvara gelir, ora gelir, bura gelir, nə qədər bazar deyil. İndi görürsünüz 3 dənə maşınımız var. Suspekt deyir ki, deməli maşınımız var da. Xəttə 22 maşın işləyir. 2 dənə də maşın rezerv salıq səhər tezdən. Yenə probkolu çatdıra bilmir. Probka olanda bəli sıxlıq olur, o pasajirdə yox, yolda sıxlıq olur, ona görə biraz çata bilər. Marşrut xəttinin dispetçeri də avtobuslarda heç bir problemin olmadığını dedi. Bizdə sıxlıq olmur, o adamların çoxluğundandır. Adamlar deyir ki, biz gəlmişik elə oturaq çıxaq gedir. Elə şey olmur axı. Siz də yaxşı bilirsiniz ki, interval arası olmalıdır. Adamın sayına uyğun tənzimləmə olmur. Tənzimləmə olur, 7 dəqiqədən bıraxım gedir. Yolda probka olanda 5 dəqiqə, 3 dəqiqə fərq edir gecikməklə əlaqədar. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Xəzər xəbərə bildirildi ki, 525 nömrəli marşrut xəttində 22 avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Marşrutun keçdiyi küçə və prospektlərdə, xüsusən də günün pik saatlarında müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən ləngimələr yarana bilir. Daşıyıcı tərəfindən xətt üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrinin bir qismi yenilənib və proses davam etdirilir. Yaxın zamanda digər avtobuslarda yenilənəcək və sayı artırılacaq. Həmçinin qeyd edildi ki, həmin ərazidə səki infrastrukturunun əlverişsiz olması dayanacaq məntəqəsində pavilyonun quraşdırılmasını mümkünsüz edir. Gələcəkdə səki infrastrukturu aidiyyatı dövlət qurumları tərəfindən yenidən qurulacağı təqdirdə məsələyə baxılacaq. Ruzanna Kərimli, Aytən Fehruz, Xəzər xəbər.